İnsan psixikası üçün ən dəhşətli olan bilinməzlikdir. Çünki psixika burada bununla necə baş edəcəyini özü də bilmir, çarəsizdir, zəifdir. İstənilən travma, istənilən bədbəxt hadisə müəyyən bir zaman kəsiyində, azı 3-6 ay müddətində bizim psixikamız tərəfindən buna adaptasiya olunur, öyrəşilir, alışılır. Amma bilinməzlik elə bir şeydir ki, psixika bununla necə baş edəcəyini özü də bilmir. Yəni bu insana daha çox gərginlik, daha çox əsəb verən və onun enerjisini alan ən dəhşətli olan bilinməzlikdir. Buna görə də daha net olmaq, nə istədiyini bilmək çox vacibdir, önəmlidir. Keçdiyimiz yollar çətin olsa belə, əgər biz bunu net şəkildə hara gedəcəyimizi biliriksə, bizim üçün daha rahatdır. Nəinki oturaq həyatımızda bilinməz qalmaq. Bax, psixika